Yaxşı. 17 17-ci sınıf sınıf. yoxdur məndə. Mikailin yoxudur. Nərgiz Filiz. Məndə də yoxdur. Bir ətraflı vardı, onu da cavablardan bir təhər başa düşdüm. Hı -hı. Əhsən Filiz. Biz bu bir həftəni də yaxşı hazırlaş, inşallah alınacaq. İnşallah. Məndə də yoxdur. Amma bir şey soruşacağam. Görüş. Pythonda proqram yazanda rəqəm olmayanları, bir də hərf olmayanları necə götürürdük? Rəqəm olanları götürmək istəyirsənsə, deyərsən ki, 0-dan böyük bərabərdir and 9-dan kiçik bərabərdir. Rəqəm olanları demək istəyirsənsə elə deyərsən. Rəqəm olmayanları da demək istəyirsənsə ən sadə halda deyərsən ki, 0-dan kiçikdir. Bax ki, i kiçikdir 0-dan or i böyükdür 9-dan. Bu digərinin inkarıdır axı. Rəqəmi axtaranda biz nə deyirdik? Deyirdik ki, i kiçikdir bərabərdir, böyükdür bərabərdir 0-dan and i kiçikdir bərabərdir 9-dan. Rəqəmi axtaranda bunu deyirdik. Qeyri rəqəm axtarırıqsa, artıq onun inkarını deyirik. i kiçikdir 0 or i böyükdür 9. Məsələn, bu şəkildə. Müəlliməm açıq suallarda cavabımın arxayı əlaqəsi yoxdur, amma Python-a sanıram cavab düşsün. Bir problem olmaz. Yox, problem olmaz. Problem niyə olsun? Bir neçə dəfə, bir neçə halı yoxladı, elə olanda. Bilən, məsələn, Yoxlayıram, hər şey düz gəlir. hədvə son qutardı getdi. Heç bir problem yoxdur. Lap yaxşıdır. Onlar nümunələrdir da. Nümunələr sadəcə sizə istiqamət verməkdən yanadır. Əslində onu sizin özünüz yazmağınız qəşəngdir. Öz variantlarınızı yazmağınız, onlardan qismən fərqli yazmağınız yaxşıdır. Bu deyəsən asan sınav olub. Elmi sınavda bir dənə açıq sualı var çətin. Yəni biraz. Görürəm hansıdır? Yo, mən yazmışam, yəni qapalara baxmış, daha düşündürücü olar da. Hə, o əlbəttə. Nərgiz, bu 25-i necə edərik? 25-ci sualda deyir ki, proqramın icrasından sonra neçə dəfə bəlli ifadəsi ekrana çıxacaq. Funksiyadır bu. Aşağıya baxırıq. Boolean listə if fx bərabərdirsə 1-ə, bu zaman bəlli çıxacaq. Fx-ə baxırıq. Burada sırayla rəqəmləri qoyanda deyir ki, if len st-nin böyükdürsə 3-dən, yəni ki, ədədin rəqəmləri 3-dən sayır, 3-dən böyükdürsə 1 qaytarır. Burada məsələn 667-nin rəqəmləri 3-ə bərabər olduğu üçün 1 qaytarmayacaq. 24-də qaytaracaq, o 1-ə bərabər olduğu üçün bəlli çıxacaq. Sonra 783-də qaytarmayacaq, 516-da qaytarmayacaq, 5555-də qaytaracaq, 22-də qaytarmayacaq. Demək 3 dənə bəlli olmuş olacaq. Pardon, 2 dənə bəlli olmuş olacaq. Bəli. Afərin Nərgiz. 2 dənə bəli. 3 dənə demədin?
Sonra 2 dənə dedim. Yaxşı. Mən cavaba baxmıram ki, mən sənin dediyin yola baxıram. Getdiyin yola. Biz bu 21-i necə eləyərik? Ə, 21-dən bir x siyahısı verilib. Deyir ki, S0-dır. X-in hər bir qiyməti 3-ə bölünürsə, S-in üzərinə 1 əlavə eləm. Əgər i-nin indeksi 2-yə bərabərdirsə 0, 2-yə bölünməsinin alınan qalıq 0-a bərabərdirsə, üzərinə 2 gəl, print S. Burada birinci 314-dən başlasaq, 3-ə bölünəndə qalıqda 0 alınmır. Onda digər if-i hesablamaq gerek yoxdur da. S bərabərdir S plus 3. S oldu 3 birinci qiyməti. Sonra 213 3-ə bölünməsindən alınan qalıq 0-dır. Onda S 3 idi. 3-ün üzərinə 1-ni gələrik, olur 4. Və indeksi 1-dir. 1-in 2-yə bölünməsindən alınan qalıq 0 deyil. Ona görə yenə 4-ün üstünə 3-ün gəlirik, olur 7. 567 3-ə bölünməsindən qalıq 0 olur. 7-nin üzərinə 1-ni gəlirik 8. Və 2-nin 2-yə bölünməsindən alınan qalıq 0-dır. 8-in üzərinə 2-sini gəlirik 10. 10-un üzərinə 3-ünü gəlirik 13. 453 3-ə bölünür. 13 üzərinə 1-ni gəlirik 14. 4 2-yə bölünən bir dəqiqə 3'tür. Bu indeksi 2 bölünəndə qalıqda 0 alınmır. Ona görə 14-ün üzərinə 3-ün gələcəyi 17. Və 234-ü hesablayanda bu da 3-ə bölünür. 3-ə bölünəndə demək 17 üzərinə 1-in gələcəyi 18. Və bunun indeksi 4'dür. 4'ün 2 bölməsindən alınan qalıq yenə 0'dır. 18'in üzərinə 3-ün gələcək 20. 20'nin üzərinə 3-ün gələcək 23. Print S 23. Hə. Yox. Az qalır, 5 dəqiqə. Mikail, 12-yi necə eləyərik? Deməli, baxırıq, n böyükdür 9, eğer bir axırıncı rəqəmini tapır. Elə ki, o axırıncıdan qabaqkını tapır və deyir ki, L1 2-yə bərabərdirsə, L bərabərdir 1, n bərabərdir 0, n bərabərdir n bölünsün. Bu o deməkdir ki, yəni içində heç olmasa, yəni bir dənə belə olsa, ardıcıl yəni rəqəm vardı, 2-dən 10 yoxlayır. Buradakı B variantıdır da, ardıcıl eyni rəqəm olub olmadığını yoxlayır. Təkrarlanan olmaz. Təkrarlanan olmaz məncə, çünki dalbadal baxır da, ikisində arxa-arxaya baxır, sonra da sıfıra çevirir də, yəni sonraki rəqəmlərə baxmır. Bəli. Təkrarlanan ifadəsi başqa şeydir, ardıcıl başqa şeydir. Təkrarlanan o deməkdir ki, təsadüfi yerlərdə ola bilər eyni rəqəm. Ardıcıl o deməkdir ki, eyni rəqəm bir-birinin ardınca gəlir. Burada da məsələdə də bizdə ardıcıl bir-birinin ardınca gələni tapır. Düzdür.
ardıcıl eyni rəqəmin olub olmadığı. Yaxşı, bu da belə.